18 yaşım var idi. Biri ilə tanış olub 2 il sevgili qaldıq. Ani qərarla ayrıldım. 1 il yarımdan sonra təsadüfən Instagramda yazdı. 5 il sevgili qaldıq və bizə elçi gəlmək istədiyini dedi. Əvvəlcə anası ilə tanış olmağımı istədi. Nənəsi xəstə idi. 30 ildir evdən çıxmayan nənəsi mənə görə gəldi, görüşdük. Dedik, güldük, yedi içdik və restorandan ayrıldıq. Axşam yazdı ki, biz bu həftənin sonu gələcəyik. Çox sevindim. Amma 2 gün sonra nənəsi rəhmətə getdi. Bir ay evlərinə çağırdılar. Hətta 40-ına kimi gedib evlərinə kömək edirdim. Hamıya da gəlinim deyib tanıtdı. 40 gün sonra heç nədən durub gəldilər ki, gəlmişik hə almağa. 1 il nişanlı qaldı. Bu aralar oğlan başladı mənimlə soyuq davranmağa. Məzuniyyətə gəldi. Mən də sürpriz edib evlərinə getdim. Anası ilə birlikdə yemək bişirdik. Şirniyyat hazırlayıb qarşıladıq. Gedib çay süzüb gəldim. Oğlan yoxdur. Gedib dostları ilə. Mən də gecə növbəsindən gəlib gecə növbəsinə gedəcəm. Yorğun və yuxusuz, çox pis olub getdim və dalaşdıq. 3-4 gün keçdi, yığmadı və yazmadı. Mən zəng vurdum, dedi ki, rayondayam, yadımdan çıxıb sənə xəbər etmək və yenə dalaşdıq. Axşam bilmədiyim, tanımadığım bir nömrədən mənə mesaj gəldi. Sən elə bilirsən ki, o səni sevir, şükr elə ki, ayrılmısınız və nişan şəkillərini atdı. O gündən sonra 3 il yarımdır ki, heç kimlə danışa bilmədim. Şəkilləri atan xanımdan soruşanda ki, niyə belə etdilər? Dedi ki, qaynanan hamıya car çəkib ki, gəlinin ayağı düşmədi və biz də ayırdıq.